Toprağı yox olan evin dastanı. Təbriz, Döhçü məhəlləsi. 1384-cü ildə Təbrizin Döhçü məhəlləsinin köhnə və dar küçələrində bir evdə qəribə bir olay baş verirdi. Hər gecə evin zirzəmisindən torpaq tökülürdü. Evin yiyəsi deyirdi: "Nə qədər torpağı çıxarıram, səhər tezdən yenə eyni qədər dolar." Bir gün bir fəhlənin köməyi ilə qazmağa başladılar ki, görsünlər bu işin altından nə çıxır. Təxminən 7 metr dərinlikdə köhnə, amma sağlam bir kərpiç divara rast gəldilər. Divarın arxasında dar, qaranlıq bir dəhliz vardı. Miras Mədəniyyəti İdarəsinə xəbər verdilər. Bir həftə sonra o yol tamamilə bağlandı. Nə açıqlandı, nə bir izah verildi. Amma evin sahibi bir gecə gizlincə məhəlləni tərk elədi. O ev hələ də boşdur. Heç kim bilmir altından nə çıxmışdı. Əgər sən də Azərbaycan torpaqlarının gizli sirlərini axtarırsansa, bu səhifəni izləməyi unutma.